Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda mən həftəlik proqnoz edəcəm. 3 dənə variant olacaq. Siz isə variantlardan birini seçəcəksiniz. Deməli, gəlin baxaq. Xatırlatmaq istəyirəm ki, baxım ümumidir. Şəxsi baxım istəsəniz Instagram üzərindən müraciət edə bilərsiniz. Instagram səhifəmin linki və adı qeyd olunub videomun altında. Müraciət edə bilərsiniz keçid edib. Deməli, seçin 1, 2, 3 olaraq kartlardan birini seçirsiniz. Birincidən başlayaq. Gəlin baxaq, sizi nə gözləyir həftə boyu. Həftə boyu su ünsüründən, bir də ki, od ünsüründən olan insanların həyatınıza təsiri bol olacaq. Həmçində siz özünüz belə ünsürdən ola bilərsiniz, amma bu həmin dediyim, sadaladığım ünsürlərin də təsirini davam etdirir. Yəni siz təkcə deyilsiniz, sizin ünsürünüzdən olan insanların da təsiri olacaq. Deməli, su ünsürü balıq, xərçəng, əqrəb ola bilər. Od ünsürü şir, oxatan, qoç ola bilər. Deməli, həftə boyu sizi iş sferasında, karyera sferasında çox gözəl hadisələr gözləyir, sevindirici hadisələr gözləyir, hansı ki sizə gözəl belə anlar bəxş edəcək, anidən sevinç yaşaya bilərsiniz və həmçində bu qısa balaca şeylərin də toplanıb daha qlobal bir sevincə də çevrilməsi ola bilər. Deməli, həftə boyu öz istədiyinizin üstündə durmaq vacib olacaq. Yəni, başqalarının dediyi ilə oturub durmaq deyil də, siz necə istəyirsiniz, sizə necə lazımdır, bu vacib olacaq. Mübarizə aparmaq vacib olacaq. Maddiyatda biraz sizin deməli, hisslənməyiniz ola bilər. Yəni, bu mübarizənizin deməli, maddiyatınıza da təsir göstərməyə ola bilər. Yəni, maddiyatda özünüzü mübarizə aparmış kimi hiss edə bilərsiniz. Əlavətən ki, istədiyim kimi getmir, istədiyim kimi alınmır, bu məni qıcıqlandırır. Yəni, belə şeylər aktual ola bilər və başqa insanlardan da problem yarada bilər maddiyatda, ona görə diqqətli olun. Ümumiyyətcə, həftə boyu öz istədiyinizin üstündə durun, lakin sabit fikirlilikdən qaçının. Yəni, burada biraz sabit fikirlilik sizə problem yaradacaq. Yəni, əgər sizin səhviniz varsa, başqa insanlar da bu səhvi göstərdirsə, bu səhvlərə diqqət yetirin. Çünki bu sizin ilişkinizə də təsir göstərə bilər. Çünki sabit fikirlilik, yəni mənim kimi olsun, ancaq mən necə deyirəm, mən necə istəyirəm, belə olsun, bu problem yaradacaq. Biraz özünüzü bədbaxt hiss edə bilərsiniz. Bu, şəxsi həyatınızda sizi bədbaxt hissiyatına, göz yaşı hissiyatına gətirib çıxarda bilər. Anidən konfliktlər ola bilər. Əgər siz, misal üçün, ilişkidəsinizsə, təksinizsə, qarşınıza istədiyiniz adam çıxmır. Ona görə diqqətli olun. İkinci varianta keçid edirəm. Gəlin baxaq, ikinci variantda sizi nə gözləyir. Xatırladıram ki, ümumi baxımdır bu. Şəxsi baxım üçün Instagram üzərindən yaza bilərsiniz. Deməli, ümumiyyətcə, həftə boyu torpaq ünsüründən olan insanlar, bir də hava ünsüründən olan insanların həyatınıza təsiri bol olacaq. Deməli, torpaq ünsüründən qız, boğa, oğlaq ola bilər. Hava ünsüründən əkizlər, doğuça, tərəzi ola bilər. Belə insanlar həm siz ola bilərsiniz belə bürcdən, həm sizin bürcünüzə və sizin ünsürünüzə olan insanların təsiri ola bilər. Deməli, həmçinin burada həftə boyu çoxlu deməli dövlət qurumları ilə ya da dövlət qurumlarından keçən işləriniz bol ola bilər həftə boyu. Deməli, çoxlu rəsmi sənədləri həll etmək. Bu, adi mesajlaşmadan tutub da, misal üçün, çoxlu hansısa informasiya əldə edirsiniz, çoxlu hansısa sizə xəbərlər deyirlər, ilətirlər. Həmçinin də bu, qlobal bir şey ola bilər, hansında ki, siz çoxlu hansısa sənədləşmə ya da vacib bir sənədləşmənin həlli üçün həftə boyu ya da həftənin əsas mövzusuna çevrilə bilər. Bu, həmçinin sizin maddiyatınıza çox böyük bir təsir göstərə bilər. Yəni, maddiyatla bağlı ola bilər və maddiyatınız buna gedə bilər. Buna görə diqqətli olun. Həmçinin də burada həftə boyu ani şeylər baş verə bilər.
Misal üçün, bu şəxsi həyatınızda ani proseslər ola bilər, həmçinin də ani proseslər, həyatınızda yaşanan ani proseslərin sizin ilişkinizə təsiri və şəxsi həyatınıza təsiri ola bilər. Bu sözsüz ki, sizə ani və biraz negativ kimi gələ bilər, amma bu sizin baxış nöqtənizdən daha çox asılıdır, nəinki real bir situasiyadan. Çünki reallıqda o qədər də negativ olmaya bilər. Həmçinin də deməli, burada siz həftə boyu harasa getmək, başqa ölkə, başqa yerlərə daha çox, yəni evdə oturmamaq, başqa şeylərə yönəlmək istəyə bilərsiniz. Burada fokus dağınıqlığı da ola bilər. Yəni eyni şeyə fokuslanmaqda problem yaşaya bilərsiniz və həmçinin də dediyim kimi bu həm şəhər içi harasa tez-tez getmək istəyi ola bilər, gediş gəlişiniz ola bilər. Həmçinin bu başqa şəhər, başqa ölkədə ola bilər. Həmçinin də həftə boyu biraz üstünüzə yorğunluq çökə bilər. Bu sizə qanqaraçılıq, narahatçılıq verə bilər. Çünki həm bir neçə, yəni çoxlu işin bir araya birləşib də sizə yük kimi gəlmək ola bilər. Həmçinin də hansısa bir işin yükü sizə o qanqaraçılığı verə bilər. Ona görə diqqətli olursunuz. Gəlin keçid edək 3-cü varianta. Baxaq görək 3-cü variantda sizi nə gözləyir. Yenə də xatırladıram ki, baxım ümumidir. Şəxsi baxım üçün Instagram üzərindən müraciət edirsiniz. Instagram səhifəmin adı və linki göstərilib videomun altında. Çünki çox insan yazır, yəqin variantlar arası keçid etdikləri üçün eşitmirlər. Deməli, 3-cü variantda burada sizdə işinizdə və ya təhsilinizdə keçmişlə bağlı məsələlərin indidən təzədən qayıtmağı ola bilər. Həmçinin də bu deməli necə var idi elə olmağı ola bilər. Misal üçün işləyirsiniz, rutin bir şeydir, necə var elə də qalır. İş tapmamısınızsa bu elə də qala bilər həftə boyu. Yəni keçmiş situasiya yenidən təkrarlanır. Əgər hansısa bir səhv etmişdinizsə o səhv təkrarlana bilər və həmçinin o səhvin nəticəsini indi düzəltməli ola bilərsiniz, ona diqqət yetirirsiniz və ümumiyyətcə keçmişdən insanlar da iş və ya təhsildə sizin qabağınıza çıxa bilər. Misal üçün keçmişdə oxuduğunuz bir insan sizin qabağınıza çıxa bilər. Həmçinin keçmişdə birlikdə nə isə etdiyiniz, yəni iş və ya təhsildə birlikdə nə isə etdiyiniz bu situasiya ya da ki insan qabağınıza çıxa bilər. Həmçinin də bu sizin hər hansı bir situasiyanı təkrarlamağınız ola bilər. Hansısa səhvi ya da o səhvin nəticələrini düzəltməyiniz aktualdır. Deməli, burada hava ünsüründən, bir də od ünsüründən insanların təsiri bol olacaq. Deməli, od ünsüründən olan insanlar şir oxatan qoç ola bilər. Hava ünsüründən olan insanların deməli əkizlər, doğuça, tərəzi ola bilər. Diqqət yetirirsiniz. Burada həmçinin maddiyyatınızda gözləməli olduğunuz durumlar ola bilər. Həmçinin də təzə maddi yollar axtarmağınız ola bilər. Misal üçün sizin indiki vəziyyətinizdə tək gəlir mənbəyiniz varsa, əlavətən gəlir mənbəyi axtarışı ola bilər. Yəni təzə necə edim? Bəzi insanlarda bu başqa şəhər, başqa ölkəyə səfər aktual ola bilər, amma bu maddiyyat üçün ya da həmin o maddiyyatın xərclənməsi üçün ola bilər. Bəzi insanlarda da bu bir neçə yerə xərcləmə ola bilər. Yəni tək gəlir mənbəyi kimi baxmayın. Bəzilərində bu bir neçə gəlir mənbəyinin əldə olunması ola bilər və bu yöndə axtarışlar ola bilər. Bəzi adamlarda isə əksinə bu həmin bir neçə yerə xərcləmə və həmçinin başqa şəhər, başqa ölkəyə, yəni uzaq bir məsafəyə gediş üçün xərcləmə, pul xərcləməsi ola bilər. Bu iki tərəfli ola bilər, çünki ümumi baxımdır. Deməli, şəxsi həyatınızda burada başqa insanların təsiri bol olacaq həyatınıza. Yəni başqa insanların sözünə baxmaq, başqa insanlardan asılı olmaq və həmçinin də o insanların qatışmağı aktual ola bilər. Ümumiyyətcə, burada 3-cü variantı tutan insanlarda depressiya və özünə qapanıqlıq baş verə bilər. Misal üçün, siz təksinizsə, bu elə sizin təkliyinizə işarət edən bir durumda ola bilər. Çünki burada qapanıqlıq, məyusluq, depressiya aktualdır və bu mental qapanıqlığa görə və həm real da ola bilər ki, özünüzü evə qapatırsınız ya da ki, çıxmaq istəmirsiniz, ünsiyyət qurmaq istəmirsiniz. Bu biraz problem yarada bilər sizə.
Çünki burada aktiv bir həyat tərzi yoxdur. Burada passiv həyat tərzidir. Bu passivliyə görə də bütün sferalar passiv qalır.